Salam hörmətli həmkarlar, hər birinizi xoş gördük. Bu istirahat günündə sizə xoş istirahatlar arzulayıram. Və istirahat günü olduğu üçün bugünkü videonu çox qısa yazacağım. Dünən ümumiyyətlə bir neçə gündür Ramiz Mehdiyev ilə bağlı sosial şəbəkələrdə və mətbuatda gedən yazıları görürsünüz. Dünən başqa bir yazı getmişdi və vaxtilə Ramiz Mehdiyevin ən yaxın silahdaşlarından biri olan Ali Həsənovun 2 milyardlıq mülkləri və bu məqalədə mənim diqqətimi cəlb edən bir nüans oldu. Vaxtilə Ali Həsənovun olan Kaspi şirkəti, təhsil şirkəti, hansı ki Kaspi liseyləri və Kaspi kursları bura daxildir. Bu mülklərin arasında görmədim. Amma biz illərlə Kaspi kursunu və Kaspi kurslarını və Kaspi liseylərini məhz Ali Həsənovun olduğunu bilirdik. Sonra da məlum olur ki, vaxtı ilə hansı ki Emin Əmrullayevlə Elnur Əliyev bu Kaspi kurslarında işləyiblər. Ya bir müddət əvvəl 36 milyon manata Kaspi kurslarını alıblar. Bunlar Emin Əmrullayev və Elnur Əliyev Azərbaycan büdcəsindən oğradıqları pullarla vaxtı ilə işlədikləri və tanış olduqları Kaspi təhsil şirkətini satın alıblar. Nə az, nə çox 36 milyon manata. Sonra da təhsil büdcəsinin hara getdiyi ilə bağlı maraqlanırıq. Hələ bu təkcə bir şirkətdir, bir liseyləri alıblar. Emin Əmrullayev, Elnur Əliyev bugün Ali Həsənovun mülklərinin siyasi çıxır, Ramiz Mehdiyevin siyasi çıxır. İndi onların əlində olan səlahiyyətlə sizin əlinizdə olan səlahiyyət arasında yerlə göy qədər fərq var. İnanıram ki, tezliklə Emin Əmrullayev və Elnur Əliyevin təhsil büdcəsindən oğradığı pullarla aldığı vəsaitlər və xaricə çıxartdığı pulların da siyasi paylaşılacaq. Uğurlar sizə, xoş istirahətlər. Videonu paylaşmağı unutmayın.